açsın gül çiçek, dünyaya nur satsın emelleriniz. Çiçek qəlbinizdə odlar yurdu tək, sizə odlu salan gətirmişik biz. Vətən oğulları, vətən qızları, könüllər məvrağı, yer ulduzları, elimin, günümün terminazları, dördüncülərin bayramına xoş gəlmişsiniz. Azərbaycan Respublikasının dövlət himni səslənir. Nihayet bütün Azerbaycan'a nere bildiler, arzunuz atsın şer, hanı değil yürekte, bayramınız mübarek. Salam əziz dördüncülər, hörmətli müəllimlər və valideynlər. Bugün biz biraz heyecanlıyıq, çünkü bizde bugün qeyri-adi bir gündür. Biz ibtidai siniflə vidalaşırıq. Bu 4 illik ibtidai məktəb həyatında oxumağı, yazmağı, hesablamağı, tapşırıqları yerinə yetirməyi öyrənmişik. Müəllimlərin sayəsində yeni bilişlərə yiyələndik, yeni məlumatlar öyrəndik. Biz bura anadan toplaşmışıq ki, təntənəli şəkildə mehribancasına ibtidai siniflə vidalaşıb müzakirələrə də atılmayaq. İbtidai sinifdə bizə dərs verən müəllimlərə bütün sinif adından öz minnətdarlığımızı bildiririk. Dostlarımız bunu sizə şiir vasitəsilə çatdırmaq istəyirlər. Müəllim, qarğınla böyüyür insan. Sən əqlən çamala qanad verirsən. Ana dilimizin cürbulağından körpə balalara su içirirsən.
haqına baş əyirəm mən. Sən uşaq könlümün eşqi ilqarı, andıydın ustadın, dostun, yoldaşım. Bunun üçün bu adı daşıyanların önündə hörmətlə əyilib başım. Anamın dilisən, elimin əli, sazının telisən, əziz müəllim. Niyyəti təmizsən, doğma əzizsən, qəlblərə fərəsən, əziz müəllim. Oxumağı, yazmağı bizə sən öyrətmisən, riyazi birlikləri bizə sən öyrətmisən. Öpüb ana qorpağı, onu zalım düşməndən hər zaman qorumağı bizə sən öyrətmisən. O dodağı sevməyi bizə sən öyrətmisən. Keçmişlərə varmağı, gələcəyi qurmağı, müxtəsəri nə vaxtsa nəyi bilməliyik biz. Hamısını bir bə bir bizə sən öyrətmisən. Əziz müəllimimiz! Fasilleri avladılar, hayvan birden doğrultuyor. Bir küçük sınıfım var. Benim gerden sevdiğim, ona kömür verdiğim bir küçük sınıfım var.
Yayıldıqca hər yerə, adın neçə ellərə, fəxr edirik səninlə, ey igidlər məskəni, qəhrəmanlar vətəni. İstər qumaşa tutarlar məni, istər yanar oda atarlar məni, səsləyər dənizlər adalar məni, sənsən ilk mənzilim, axır ünvanım Azərbaycanım. Sən mənim nəğməşər kainatımsan, ilk mahnım, ilk laylam, ilk bayatımsan, cazlaşan, sağlayan bir həyatımsan, adınla bağlanın neçə dastanın, Azərbaycanım. Azərbaycan, mənim doğma vətənim, mən səni çox sevirəm, nəğməmi, sözümü yayım hər yana, vurğuna, Bakıya, Azərbaycana. 100 ölkə dayansam, 100 diyə görsəm, bu nəğmə yerləri mən unutmaram, nəğməmi, sözümü yayım hər yana, vurğunam Bakıya, Azərbaycana. Azərbaycan qayalarda bitən bir çiçək, Azərbaycan çiçəklərin içində qaya, mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan mayasını dəyəsini ki, hər daşında alov dilli oxula bilər. Azərbaycan deyən qayağıdır ki, ana yurdun ürəyinə toxuna bilər. Azərbaycan nazım mənim, çürüm həm anazım mənim. Adım doğma ana vətən, ana tək əzizim mənim. Məsuliyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Canım benim memleketim, güneş gibi daim.
Sizin öğrettiğiniz her bir kelime bizim için kızıldan da kıymetlidir. Buna göre de size, müəllimlərimize çok sağ olun deyirik. Müəllim, dünyada çok dünya yaradabilen oldu. Müəllim güneşten hərarətlə aydan işıqlı varlıqdır. Müəllim torpaqdan güclü, sudan qüvvətli, böyüklüyünə inam gətirdiyiniz həqiqət. Müəllim əlimizdə qalan beynimizə bilik verəndir. Müəllim, ne alemler yaşar bu hayatta. Biz həmişə ilk müəllimimizə minnətdar olmalıyıq. Dostlarımız, sizin hər birinizin bayramını təbrik edirik. Hər birinizə qarşıdan gələn illərinizdə uğurlar diləyik. İndi isə söz verilir məktəbimizin direktoru, hörmətli Nizam müəllimə. İnsan yarandığı gündən öğretmenler zaman geçtikçe artık bildiklerini öğretmeye başlayır. Bugünkü təhsil sisteminə gəlmək üçün insanlar diğer 2 milyon illər tarix geçib, ilk insan təbii ki öğrenirdi və zaman geçtikçe artık ilk insanın müəllimi, valideyni olub. Sonra qədim insanlar, ağsaqqallar bildiklərini gəzləri öyrənirdilər. Daha inkişaf etdikcə artıq kilisələrin, məscidlərin tərkibində, mədrəsələrdə məktəblər yaranırdı və bu mədrəsələrdə bugünkü təhsildən fərqli olaraq insanlar məktəbə daxil olan şagirdlər 1-ci sinifdən 5-6-cı sinifə qədər eyni müəllim dərs keçirdi. Ama zaman geçtikçe, elm inkişaf ettikçe, bilikler arttıkça, bilikler şaxələndikcə artıq bir müəllimin şagirdlərin bütün sahələrə bəs keçməsi çətin oldu. Və ona görə də zaman geçtikcə ibtidai sinif və ondan sonraki siniflər oldu. Artıq bugünkü dövrdə biz bilirik ki, məktəblərdə üst pillə var, ibtidai siniflər, orta sinifler ve tam orta məktəb. Biz buna deyirik. Bugün ibtidai sinifler
rahat olsa da, yəni bu dövrdə bir müəllim, bir valideyn funksiyasını yerinə yetirir. Rahatdır, çünki bu dövrdə şagirdlərin elə özlərini müdafiə etmək, özlərini ifadə etmək çətin olur. Amma 4-cü sinif bitirən şagirdlər artıq deyərdim ki, sərbəst həyatın ilk yoluna qədəm qoyulur. Yəqin ki, valideynlərimiz narahatdır. Bugün artıq onlar öyrəşdikləri mühitdə, şagirdlərimiz öyrəşdiyi mühitdə gələn il sərbəst deyərdim ki, 5-ci sinifdə 14, 15, 16 fən var və hər bir müəllim artıq bu şagirdlərimizin xasiyyətlərini, xarakterlərini, istəklərini dərindən öyrənməlidir. 4-cü sinifin başa vuran şagirdlərimizə uğurlar arzulayırıq. Məktəb adına bu tədbiri təşkil edən valideynlərimizə, müəllimlərimizə, rəhbər heyətimizə mən təşəkkür edirəm ki, bu keçidi, bu 4-cü sinifdən 5-ci sinifə keçməyi elə bir ki, şagirdlər üçün biraz da rahatladılar, psixoloji cəhətdən artıq buna hazır oldular. Gələcək təhsilində hər birinə uğurlar arzulayır. Digər ibtidai siniflərimizə də bununla bağlı uğurlar arzulayıram. Bu il bizim 9-cu sinifli başa vuran şagirdlərimiz də var. Yəqin ki, onların da bir qismi artıq bir şəhər məktəblərinə, kolleclərə gedəcək, onlara da uğurlar arzulayıram. Bizim 11-ci sinifimiz də artıq başa vurur təhsilini. Onlar vaxtilə onlar da bu sıralarda olurlar. Onlarla sərbəst həyata artıq deyərdim ki, özləri artıq özlərinin qarşısında qalacaq bir həyata qadan qoyacaqlar. Onları da təbrik edirəm, onlara da uğurlar arzulayıram. Ümid edirəm ki, inanıram ki, valideynlərimizin və müəllimlərimizin dəstəyi ilə bugünkü bizim 4-cü siniflərimizin balalarımız da uğurla 11-ci sinif başa vuracaqlar, ali məktəblərə daxil olacaqlar və xalqımıza, vətənimizə layiqli dövlət olacaqlar. Hər birinizə təşəkkür edirəm.